öyrəndikcə biz görürük ki, biz neçə geyim var ki, o bilavasitə türklərlə bağlıdır. Niyə? Çünki o geyimin adı sonra görürsən ki, başqa xalqlara da keçib. İndi vaxtımız olsa, nə vaxtsa mən bir yemək kulturundan da danışacağım. Orada da görəcək ki, bizim yemək adlarımızın çoxu qonşu xalqların dilində bol-bol işlənir. Geyim adlarımız da bol-bol işlənir. Bu yuxarıda solda olan bu şalvarlar ki var, bu şalvarlar Altayda tapılıbdır. Və bu Altayda kurganla çıxan bu şalvarların 2500-2200 il yaşı var. Hətta Rusların işlətdiyi ştaniki deyirlər, o da qədim türk sözüdür, iç don deməkdir, yəni alt paltar anlamında. Bu şalvar sözü dünyanın birçok dillərinə keçibdir. O sözün keçməsindən əlavə, həm də bu şalvar haqqında qədim yazılarda, qaynaqlarda məlumatlar var. Ki, bu şalvarı türklər icad etdilər. Niyə? Çünki türklər ata minirdilər, atlı döyüşçüydülər. At üzərində də ətəkli donla oturmaq mümkün deyil. Amma şalvarla olanda çox rahat olur, həm də saatlarla, günlərlə atın üzərində o atın dərisi ilə, deyək ki, əgər şalvar olmasa ayaq sürtüşür, o mümkün deyil. Yəni, at üzərində şalvarsız oturmaq, özəlliklə də vuruşmaq, savaşmaq, o müharibə eləyən əskərlərin şalvarsız atın üzərində oturmağı onların zəifliyidir. Şalvarla olanda isə özlərini rahat hiss edirlər. Hətta qədim Çin qaynaqlarında illərlə bu məsələ müzakirə olunubdur. Ki, biz türklərə niyə məğlub oluruq? Çinlilər yazır. Ona görə ki, onların paltarı yüngüldür. Ona görə ki, onlar şalvar geyirlər. Ona görə onlar, deyək ki, ata minəndə nəyi geyirlər. Gəlin biz də həmin qaydaya keçək. Amma Çinlilər bilirsiniz də həddindən artıq konservativ xalq olduğu üçün, hətta o türk geyimini qəbul edəndən sonra illərlə mübahisə aparırlar ki, biz də düyməni türklər kimi sağdan sola bağlayaq yaxamızı, yoxsa əvvəlki kimi özümüzdə olan kimi soldan sağa bağlayaq. Təkcə bu detalın üzərində illərlə mübahisə gedir. Və bu mətnlərdən biz öyrənirik ki, qədim türk geyimini deyək ki, Çinlər nətər qəbul elədi. Və Ruslar qəbul elədi, sözləri də qəbul elədi. Qafqazda olan qonşularımız bizim geyimlərdən istifadə elədi, adlarını bugün də istifadə edirlər. Və bunlar kurgandan çıxan qədim, deməli, Saka kurganlarından, qədim türk kurganlarından çıxan şalvarlardır. Bu köynəkdə təxminən həmin kurgandan çıxan köynəkdir və təsəvvür edin, bu da deyək ki, Azərbaycanda muzeydə bugün saxlanan köynəkdir. Və onların o tikiş üslubu, sonra parçanı ki, kəsib biçirlər, o üslublara da baxsan, görsən ki, eynidir. Düzdür, bu qolludur, o isə qolsuzdur. Və bu şalvarlarda deyək ki, 19-cu əsrə qədər Azərbaycanda bu cür şalvardan istifadə edirdilər ki, bunların üsulları eynidir. Hətta elə şalvarlar vardı ki, onların deyək ki, ancaq bu aşağı hissəsindən, o ağ hissəsindən bir-birinə bənd olunurdu. Belə uzun, indi o balıqçılar ki, rezin çəkmələr geyirlər bu yaxıya qədər, təxminən o cür geyimlər olurdu. Bu da yenə köynəkdir, Azərbaycanda deməli 19-cu əsrə qədər istifadə olunan köynəklərdəndir ki, onların da hazırlanma tikişisinə baxsan, görürsən ki, yenə qədim gələnəyi saxlayır. Bu bir Rusiyada tapılmış bir qabdır. Qabın üzərində bu cür şəkillər var, rəsm əsərləri var. Və bu şəkilə də baxanda bunun ayaqqabısından tutmuş papağına qədər geyimini görürsən ki, bu hansı geyimdir.
Yadınızda varsa, keçən söhbətlərin birində mən dedim, bax, Həsənludan çıxan bu kişinin rəsminə baxın, geyimini yadda saxlayın. Biz saqalardan danışanda görəcəyik ki, həmin tipaj, həmin geyim, həmin üsul orada da var. Yəni, bu Azərbaycandan vaxtı ilə getmiş bu saqalar ki, bunlara mən dış oğuzlar deyirəm, o dış oğuzların geyimlərində də yəni eyniyyət, eyni tipologiya özünü göstərir. Bu Qazaq qırğızların istifadə elədiyi papaqlara baxanda görürük ki, deyək ki, qadınların başında uzun papaqlar ki var, o ıssıq yazısından mən danışanda qeyd elədim, amma sonraki söhbətlərimizin birində ıssıq yazısından lap geniş danışacağıq. Orada da görəcəyik ki, həmin o kurqandan çıxan xanımın papağı, bax, bu üslubdaydı ki, bugün də davam edir. Deyək ki, kişilərin bu cür xəzdən tikilmiş papaqları olardı. Bunların belə qulaqlısı da olardı. Bunlara külah da deyirlər, papaq da deyirlər, qalpaq da deyirlər. Sonra ayaqqabılara fikir verək. Yəni, qədim çağlardan bu tipdə ayaqqabılardan istifadə olunub ki, o bayaq ki, saqa döyüşçüsünün ayaqqabısına baxıb görürsən ki, eynidir. Və çarıqlardan istifadə olunardı. Bunlar çarıq növləridir. Bu, çox qədimdən istifadə oluna gəlir. Hətta bugünün özündə də ova gedən ovçular çalışır ki, göndən, qalın dəridən çarıq tiksinlər özlərinə. Çünki ovun dalıca getmək, o qayalara çıxmaq çarıqla çox rahatdır. Həddindən artıq rahatdır. Və yüngüldür o çarıqda. Deyək ki, o dağları dırmaşmaq, ovun dalıca getmək üçün çox rahatdır. Və çox qədimdən də o çarıq üsulundan istifadə eləyiblər. Amma bu da maraqlıdır ki, deyək ki, bizimkilər bu çarıqdan istifadə eləyib. Amma Rusiya çöllərində, o meşələrdə, bataqlıqda yaşayanlar həsirdən özlərinə çarıq düzəldirdilər. Düzdür, o da çox rahatdır, yüngüldür, amma 2 gün, 3 gün onun ömrü var. Yəni, 3-4 gün geydi də o dağılıb gedir. Bir də təzəksini hazırlanmalıdır. Amma əlbəttə, türklərin hazırladığı bu ayaqqabılar, başmaqlar, çarıqları bunların müəyyən dövr üçün bunlardan istifadə eləmək olur. Fikir verin, bax, bu yuxarıdakı çəkmələr ən azı 2500 il yaşı var bunların. Yəni, o qədim türk qəbirlərindən, kurqanlarından çıxan çəkmələrdir. Amma bunlar da deyək ki, 19-cu yüzyıla qədər Azərbaycanda istifadə olunan çəkmələrdir. Bunlar da indi bugün, deyək ki, Tatarlar 19-cu əsrdə də bu cür bəzəkli çəkmələr hazırlayırdılar. Yəni, bunlar hamısı eyni texnologiyadır. Bəs bunlar necə olub ki, deyək ki, bu çəkmələrdir, bu paltarlardır, 2500 ildir salamat qalıb, dağılmayıb. O, ən maraqlısı budur. Çünki biz bilirik ki, dəridir, parçadır, nə bilim, xalça palazdır. Bunlar torpağın altında çox qala bilmir axı. Bir neçə əsrdən sonra artıq orada çürümə gedir. Bəs necə olub bu 2500 il bunlar qalıbdır? Burada məsələ biraz maraqlıdır. Çünki o kurqanları ki qururdular, hansı kurqanın üzərinə ki, yəni o evi, yeraltı evi bitirəndən sonra üstünə taxtalar, ağaçlar düzəldilər, onun üstünə yarpaq, çırpı yığardılar. Bəzilərinin üstünə elə birbaşa torpaq tökərdirlər, amma bəzilərinin də üstünə bu bakıllar qəmbər deyir, yəni o çaydaşı kimi xırda daş qırıqları yığardılar, ondan sonra torpaq tökərdilər. Bax, hansındakı o qəmbər yığılıbdır, xırda daşlar. Həmin kurqanlarda bu cür paltarlar, xalı, xalçalar əgər varsa, onlar salamat qalıb. Niyə? Çünki ora qar yağanda, yağış yağanda oradan sızıb su, o kurqanın lap dibinə qədər gedibdir. Və o Sibirdə də qışlar soyuq olduğu üçün orada başlayıb o su donmağa. Yəni su donandan sonra onun içində qalan, o kurqanda qalanlar o buzun içində konserva
olublar. Yəni elə bir ki, qəsd orada konservasiya düzəldiblər. Bunlar 1000 illərdir, bunlar salamat qalıb. İndi o cür kurqanı qazan arxeolog alimlər o qazıntı mərhələsini təsvir edəndə yazdılar ki, biz oranı qaza bilmirdik. Çünki buz hələ də qalıbdır. Açırsan buz ərimir, havalar soyuq. Deyir, biz isti su tökürdük ora. O buzu əridirdik, yavaş-yavaş onun altında, içində nə var, onları çıxardırdık. Və ona görə bunlar salamat qalıbdır. Və nə yaxşı ki, qalıbdır. Çünki biz bunları öyrəndikcə biz qədim türklərin geyim formalarını da öyrənirik ki, bu cür ayaqqabısı vardı, bu cür şalvarı var idi, bu cür köynəyi var idi. Bu geyim kulturu ilə də bağlı, yəni türklərin miqrasiyasını izləmək olur. Bir də, madam ki, biz kulturadan danışırıq, mədəniyyətin növlərindən, incəsənət növlərindən, bir-iki kəlmədə rəqslərdən, musiqidən istəyirəm danışım. Bizim rəqs üsullarımızın ən qədim görüntüsü Qobustan qayalarında var. O yallılar ki var. Bax, bunlar. Bu üstəkidir, budur. Bu Güney Azərbaycandan, o Həmədan tərəfdən tapılan bir qabın üzərindəki deməli rəsm əsərdir. Bu xalça üzərindədir. Bu ortadakı Qazaxıstanda tapılıb. Bu isə Monqolistanda. Yəni eyni o yallı rəqsini gedənlər aparıblar. İndi fikir verin, bu çox qədim olduğu üçün buradakı deyək ki, figurlar biraz fərqlidir. Amma bu biraz bundan üzü bəri tarixi olduğu üçün burada artıq o stilizasiya gedibdir. Yəni insanları əvvəlki kimi da lap o detalları ilə verməyiblər, biraz stilizə olunmuş formada, yəni simvolikləşdirib veriblər o rəqsləri. Bu xalçalarda da həmin yallı bu cür toxunubdur. Bu Qobustan xalçasından bir naxışdır. Rəhmətlik Lətif Kərimov onu qollu, yanılmıramsa qollu, yəni qol-qola tutub rəqs eləyən anlamında qollu xalça adlandırıbdır. İndi fikir verin, bu sağdakı, bundan biraz sonra danışacağım, bu dərviş rəqsidir. Bu da, deyək ki, Şamaxıda o vaxt Rus rəssamı Qaqarin olanda çəkibdir. Yəni bizim bu gənclə xanımın rəqsidir. Bizim rəqslərdəki rəqsdə olan o dinamik hərəkətlər də 1000 illərdir dəyişmir. Çünki rəqsdə də hər bir hərəkətin özünün anlamı var. Bu mənada biz qədimdən Azərbaycanda tapılan bu nəsnələr üzərindəki musiqi ilə bağlı şəkillərə baxanda görürük ki, bizim musiqi tariximiz də çox qədimdir. Məsəl üçün, bu, deyək ki, buna kudurru deyirlər. Belə daşlı üzərində şəkillər olur. Bu kudurrunun üzərində, fikir verin, ay şəkili var, ulduz şəkili var, 4 künc və 8 künc. Sonra əqrəb şəkili var və çıraq şəkili var. Çıraq. Ki, ora yağ tökərdilər, onu çıraq kimi yandırardılar. Və burada bir mərasim şəklidir. Deməli, burada həm saz çalan var, həm qabal çalan var və heyvanlar da qabağında gedir. Həmin o musiqiçilərin burada biraz böyüdülmüş şəkli var. Fikir verin, deməli, saz çalanlardır, simli alət çalan, bir də bu qabal çalan. Bunların, yəni geyim, o musiqiçilərin geyim forması burada verilir. Bu da gene bir camın üzərində şəkildir ki, o bayaq geyimlə danışanda mən o şəkil göstərmişdim. Burada isə diqqətinizə çatdırıram ki, yəni bu sazın da tarixi bizdə qədimdir, amma ən maraqlısı odur ki, bu sazın qolunda, qolçağından bir saçaq da asılıb oradan. Bu rəqslərdən ki, deyirəm, fikir verin, bu miniatür rəqsdir, orta əsrlərə aid, Güney Azərbaycanda çəkilmiş dərviş rəqsidir. İndi o dərviş rəqsindəki siz hərəkətlərə fikir verin. Bu eyni hərəkətlər İtaliyada Etrusk rəqslərində təkrar olunur.
Yəni Etrusk basırıqlarında o divar freskaları ki var, o freskalardakı rəqs üsuluna baxırsan, görürsən ki, bizdəki o dərviş rəqslərindəki hərəkətləri orada təkrar edirlər. Mən bu musiqi ilə də, rəqslə də söhbəti ona görə davam elətdirdim ki, yəni biz köçəri xalq deyilik. Bizim bu ərazidə qədimdən olmağımız rəqslərimizdə də davam eləyir, min illərdir gəlir, musiqi alətlərimizdə davam eləyir, geyim adətlərimizdə, geyimlərimizdə, geyim növlərimizdə və bütün etnoqrafik sahələrə əlimizi har atırıq, görürük ki, türklərin istifadə elədiyi o kultur atributların %90'ının kökü Azərbaycandadır. Yəni analoji deyək ki, nəslənin tipoloji oxşarlığı bir neçə min il sonra başqa bölgədə çıxıbdır. Bunlar da nəyin göstəricisidir? Bunlar Azərbaycandan türklərin müxtəlif istiqamətlərə elədikləri köçün göstəricisidir. Yəni etnoqrafik bəlgələridir. Söhbətimizi burada yekunlaşdırmaq istəyirəm. Növbəti söhbətimizdə mən bu miqrasiyaların xalçalarla bağlı əlaqəsindən danışacağım.
Dostlar, mən sizə bir xalça mövzusunda bir neçə kəlmə demək istəyirəm. Sonra ümumiyyətlə bir xalça haqqında danışacağım. Xalça sənəti öncə harda yarana bilərdi? Bu adicə məntiq bunu deyir ki, harda qoyun əhəlləşdirilibsə, qoyunçuluq harda inkişaf edibsə, xalça sənəti orada yarana bilərdi. Deyək ki, əgər bir yerdə donuz saxlayırlarsa və o ömrü boyu o bölgədə deyək ki, qoyun olmayıbsa, orada xalça yarana bilməz ki. Xalça o yerdə yarana bilər ki, orada qoyunun yunu əldə olunsun, o yundan iplik hazırlansın və o ipdən də xalça toxunsun. Bu adi məntiqdir. Və alimlərin tədqiqatına görə ilk qoyunların əhəlləşməsi Güney Azərbaycandakı Zagros dağlarında olubdur. Və xalçanın da məhz Azərbaycanda yaranmasının bir səbəblərindən də biri budur. Ki, xammal var və o xammaldan xalça toxumaq olar. Bu anlamda Azərbaycanda xalçaçılığın sənəti çox qədimdir. Hətta qədim qazıntılardan, basırıq yerlərindən çıxan nəsnələr içində bir də görsən ki, xalça toxumaq üçün istifadə olunan, deyək ki, orada daraq növü var, orada nə bilim qayçı kəsmək üçün növü var. Yəni xalçaçılıq sənətində istifadə olunan əşyalar da çıxır. Bu anlamda xalçaçılığın məhz Azərbaycanda yaranmasının həm məntiqi izahı var, həm də bunun tarixi bəlgələri var. Amma xalçalar bilirsiniz ki, çox uzun ömürlü olmayıbdır. Söhbət qədim xalçalardan gedir. Çünki xalçalar deyək ki, basırıqda işlənən, qoyulan xalçalar torpağın altında qaldığı üçün o bir müddətdən sonra aşılanıb gedibdir. Elm aləminə ən qədim, deyək ki, xalçalar haradasa Misirdən tapılan xalça qırıqlarıdır, Anadoludan tapılan o Səlcuqlardan qalma xalça qırıqlarıdır ki, o da bütöv şəkildə yox, belə parça-parça qalıbdır, lap belə demək olar ki, son nəfəslərini yaşayan şəkildədirlər. Bunların da 1000 il tarixi olsun aşağı-yuxarı. Amma elm aləminə bir xalça bəllidir ki, onun yerin altından çıxıbdır, amma 2500 il yaşı var. Və söhbət bu xalçadan gedəcək. Əvvəlki söhbətlərimdə dediyim kimi, bəzi kurqanlarda deyək ki, su ki, kurqanın altına sızıb orada donubdur, o donun içində, buzun içində qalan nəsnələr konservi olunmuş şəkildə qalıbdır, xarab olmayıb. Məhz o xalçada həmin o tipli kurqandan tapılıbdır. Ona görə o salamat qalıbdır. O xalçanın şəklini mən burada sizə göstərmək istəyirəm. Bu xalçadır. Görürsünüz, rəngləri də qalıb. Düzdür, xarab olan, aşılanan bir-iki yeri var, indi onu da təmir eləyiblər. Bu da həmin xalçanın küncündən bir fragmentli böyüdülmüş şəklidir. Bu xalça bugün Peterburqda Ermitaj muzeyində saxlanılır. Bu elm aləminə bəllidir. Keçən əsrin ortalarında, 40-cı illərin ortalarında Rudenko adlı bir arxeolog 6 ayda o kurqanları qazarkən məhz bu xalça olan kurqanı da o aşkar eləyibdir. O kurqandan bu xalça çıxandan sonra çox böyük sensasiya oldu. Yəni dünyanın ən qədim xalçasıdır. 2500 il yaşı var. Bu çox böyük tapıntı idi. Və o Rudenko ilk müsahibələrində, radioya verdiyi, qəzetlərə verdiyi müsahibələrində deyirdi ki, bu qədim Türk xalçasıdır.
Görünür sonra onu çağırıb müəyyən idarələrdə sıxışdırıblar ki, sənin başına ad təpib, buna ad qoysan ki, Türk xalçasıdır. Deyinə ki, bu Ön Asiyada, uzaqbaşı deyinə, Ön Asiyada toxunmuş xalçalardan biridir. Yəni, o dövrün elmi ədəbiyyatına görə, elmi inanışına görə, Altay teoriyasına görə də Ön Asiyada Türk yox idi. Yəni, Türklər Binəyi qədimdən elə Altayda yaşayıblar. Yəni, bunu Ön Asiya atmaqla, amma həqiqətən də elə Ön Asiya mənşəlidir bu xalça. Yəni, Türkdən ayırmaq istədilər. Daha bilmədilər ki, nə vaxtsa bir Urmu teoriyası çıxacaq meydana və Urmu teoriyasına görə Türklərin elə qədim ana yurdunun Ön Asiya olması gündəmə gələcək. Nəysə, o Rudenko böyük alimdir. Bu xalçanın deməli tapdı. Bunun üzərində xalçaşünas alimlər də işlədilər. Onun müxtəlif şəkillərini verdilər və xalçanın toxunma üsulu haqqında da müəyyən bəlgələr yayıldı. Bəzi alimlər bu xalçanın toxunma üsuluna bəziləri deyirdi ki, bu ilmikli xalçadır, bəziləri deyirdi ki, bu bukle üsulu ilə toxunubdur. Bukle də yəni dolama üsuldur. Sarma, lülə üsulu da ona deyirlər. Belə müxtəlif fikirlər deyildi. Amma bu xalça ilə bu son 20 ildə xalçaşünas alimlər çox ciddi məşğul oldular. Çünki bu adi xalça deyil. Əvvəla dünyanın ən qədim xalçasıdır. İkinci, ən gözəl xalçalardan biridir. Üçüncü, bu xalçanın harada toxunubsa, onun müəyyənləşdirdiyi yer tarixlə bağlıdır və tarixdə də bu tarixi coğrafiya məsələlərində bu artıq siyasi anlam qazanır. Və söhbətimdə görəcəksiniz ki, bu doğrudan da bu xalçanın harada toxunması və kimə aid olması məsələsinin arxasında böyük bir siyasət var. Mən Leningradda oxuyanda, Peterburg o vaxt Leningrad adlanırdı. Deməli, Jdanov adına universitetdə idim. 2 dəfə getdim Ermitaj muzeyinə bu xalçaya baxmağa. İkisində də baxa bilmədim. Birində dedilər ki, nə bilim, xüsusi fonddadır. İkinci dəfə gedəndə dedilər ki, təmirdədir, ona heç kimə göstərmirik. Amma çox-çox sonralar, artıq bu aşkarlıq dövründən sonra həmin xalçanı şüşə altına qoyublar, indi eksponat kimi göstərirlər. İndi gedib baxmaq olar. Amma mən o xalçanı görmədiyim üçün, o xalçanın şəklini tapanda çox sevindim. Təxminən 90-cı illərin əvvəli idi, 80-ci illərin sonu. Onun şəklini mən bir Alman aliminin kitabında tapdım. Və o vaxtdan bu xalça ilə başladım məşğul olmağa. Bu xalçanı tapan Rudenko və bu ilə məşğul olan alimlər bunun saga xalçası olmasına quşku göstərmirlər. Yəni deyirlər, bu saga basırığından, yəni ruslar ki, skif deyir onlara, o basırıqdan tapılıbdır Altayda. Həmin o basırığın deməli olduğu yer və bu gördüyü şəkildə bu ərazidədir. Və burada da pazırıq kurqanları var. Biri oradadır, biri buradadır, bu tərəflərdə də var. Çoxlu kurqanları var. Bugün də həmin kurqanlar açılır və o kurqanların altından çox möhtəşəm nəsnələr çıxır ortalığa. Yəni o tədqiqatlar bugün də orada davam edir. Buraya yaxın bir Ukok deyilən yer var. Palesmak adlı bir Rus arxeologu oradan mumyalanmış bir xanımın deyək ki, mumyasını tapdı. Və o da çox sensasyon bir şeydir. Və o Ukok xanımı ilə bağlı deyək ki, internetdə də məlumatlar ala bilərsiniz. O çox maraqlı bir tapıntıdır. Demək istəyirəm ki, o pazırıq kurqanı olan yer bu ərazidir. Və o
pazırıqdakı kurqanlardan təkcə bu xalça yox, bu döşəkçə də çıxıb. Bu da dünyanın ən qədim döşəkçəsidir. Mən indi xalçaya qayıdacam, sadəcə o mühit haqqında bir informasiya vermək istəyirəm. Bu döşəkçə nədir? Bu, yəni atın yəhərin üstünə atılan bir döşəkçədir. Bu döşəkçəni atın üstünə atandan sonra yarısı bir tərəfə düşür, yarısı da bir tərəfə. İndi bu hər iki yarısındakı naxışları həddindən artıq simmetrik düzəldiblər. Yəni bu apilka üsulu deyirlər ki, bir qırmızı keçənin üzərində apilka üsulu ilə bax bu böyüdülmüş şəkil veriblər. Deməli, qrifondur, təkəni burada yeyir. Təkəni yıxıb yerə yeyir. O bəlkə əvvəlki söhbətlərimdə an üslubu ki deyirdim, bax bu da həmin o an üslubundadır. Amma görün nə gözəl düzəldi. Yəni bugünkü deyək ki o sənətşünas, sənətkarlar bunun qabağında deyəndə həsədlə baxırlar ki 2500 il bundan bax gör nə apilka üsulundan nə gözəl sənət əsəri yaradıblar. Halbuki bu adicə bir döşəkədir. Atın yəhərinin üstünə atmaq üçün. Və bu döşəkənin saçaqları da çox maraqlıdır. Bax, burada böyüdülmüş saçağın biri böyüdülübdür. Yəni saçağın özü də qoç başı şəklində figurla düzəlibdir və sonra belə saçaqları var. Və 6 dənə saçaq. İndi siz zövqə verin. Yəni bu türk atlısı yəhərin üstünə atdığı adıca, deyək ki, o döşəkəni necə gözəl bəziyib düzəldilmiş, necə bahalı, qiymətli nəslinə düzəldilmiş. Bunlar da həmin o xalça çıxan, deyək ki, kurqan, onun yanındakı başqa kurqan, o ərazidə, yəni hansına ki, bayaq dediyim kimi su sızıb don yaradıbsa, o cür kurqanlardan belə şeylər çıxır. Birindən də bu çıxıbdır. Yəni bu bütöv deyil, bu böyük bir deməli xalçadır. O görünür divara vurmaq üçündür. Ölçüləri çox böyükdür. Və orada bu şəkillər təkrar olunur. Bu da ilahədir, oturubdur. Bu da atın üstündə igiddir. Mən o Koroğlu haqqında məqalə yazanda bunu məsəl Koroğlu'nun prototiplərindən biri kimi vermişdim ki, bu dış Oğuzlarda onun variantıdır. İndi bu şəkildə hiss olunmur, amma orijinalına baxanda görürsən. Bu ilahənin əlindən qədəhdə alır, o ilahənin verdiyi indi qutsal içkidir, onu içir. Və Koroğlu dastanda bizim variantda da bu gedir qoşabulaqdan suyu içir ki, qəhrəman olur. Bu ayrı söhbətlərdir. Fakt odur ki, bu da ayrı bir deməli, xalçanın şəkildir. Rənglərinə baxın, görün nə gözəldir. Bu həmin atlıdır. Burada biraz böyük şəkildə vermişəm. Deməli, bu ərazidə o bayaq dediyim xalça tək deyil. O xalçanın yanında müxtəlif deməli xalçalar da var. Tikiş məmulatları da var. Toxunmuş xalı xalçalar da var, döşəkçə var və s. Bayaq dediyim kimi həmin o xalça ki buna elm aləmində pazırıq xalçası deyirlər. Əslində o pazırıq yox, basırıq olmalıdır. Niyə? Keçən söhbətimizdə dedim, Altaylar, tuvallar sını sözün ortasında zılaşdırırlar. Yəni basırıq sözünü, qəbir, məzar sözünü bunlar bazırıq deyirlər. Elm aləminə də bu pazırıq şəklində yayılıbdır. Yəni elmi ədəbiyyatda pazırıq xalısı deyəndə bu nəzərdə tutulur. Bu xalçaya baxanda, xalça üzərində mən geniş dayanacam. Bu sağ tərəfdəki də bunun kopyasıdır. Yəni Bakıda toxunub, mən toxutdurmuşam onu.
Yani o ölçülerini verdim, oradaki o naxışlardadır. Burada toxudular. İndi bu toxunmuş hakkında da danışacağım. Yani onun kopyasıdır. Bu xalçanın özündən hələ danışmamışdan qabaq bir xalçaçılıq haqqında bir-iki ümumi məlumat da vermək istəyirəm. Ümumiyyətlə bu yuxarıda gördüyünüz şəkildə xəritədə o ağ nöqtələr ki var, qabağında da məkanlar, şəhərlər yazılıb. Ümumiyyətlə xalçaçılıq həmin ərazilərdə geniş yayılıbdır, inkişaf olunur. Yəni o ağ yerlər ki var, nöqtələr, xalçaçılıq orada geniş yayılıb. İndi tarixə baxanda görürük ki, həmin yerlərə xalçaçılıq məhz Azərbaycandan gedibdir. Deyək ki, fikir verin, ən çox elə Azərbaycandadır o xalçaçılıq mərkəzləri. Yəni, təkcə Quzey Azərbaycanın özündə görün nə qədər mərkəzləri var. Quba xalçaçılıq məktəbi, Şirvan, Qarabağ xalçaçılıq məktəbi, Muğan, nə bilim, İrəvan xalçaçılığı, Güneydə Təbriz xalçaçılığı, Ərdəbil xalçaçılığı. Görün, nə qədər hələ Azərbaycanın özündə müxtəlif bunun məktəbləri var. Bu ətraf bölgələrə də, Anadoluya da təbii ki, bu türklər aparıbdır. Amma deyək ki, bu birisi ərazilərdə, Orta Asiyada da çoxdur. Niyə? Çünki orada da türklər yaşayır. Yəni, bu xalçaçılıq sənəti harada geniş yayılıbsa, bu xəritə onu göstərir. Və qədim xalçalarında toxunma üsulları var. Xovlu xalça var, xovsuz xalça var. Bunu uzmanlar daha yaxşı bilir. Burada hətta o xalçanın ilmələrinin, yəni formaları göstərir ki, hansı toxunma üsulları var. Məhz Basırıq xalçasının, yəni pazırıq xalçasının hansı üsulla toxunması haqqında əlbəttə alimlərin bu tədqiqatlarından istifadə eləmək lazımdır ki, mən də istifadə eləmişəm. İndi bu xəritəyə baxaq. Bu xəritə Azərbaycanın ortasında yerləşir. Bu, miladdan öncə 7-ci əsrin sonu, 6-cı əsrin əvvəllərinə aid bir dönəmi əks elətdirir ki, burada bir qırmızı həlqə ilə vermişəm. Bu, Azərbaycanda qurulan Saqa elinin xəritəsidir. Saqa dövlətinin yəni. Bu, Alban, Azərbaycanda olan Alban dövlətindən qabaqki dövlətdir. Nədənsə, bizimkilər o dövlətin tarixindən yazmağa çəkinirlər. Əvvəla, orada dərin tədqiqatlar lazımdır. İkincisi də, o çox qüdrətli bir dövlət olubdur. Təxminən 80 il davam eləyibdir. Hətta o 28 illik dönəmində Herodot yazır ki, bütün Asiya xalqları bunlara vergi verirdi. Məsəl üçün, bunlar gedib Misirdən vergi alırdılar. Təsəvvür edirsiniz, necə qüdrətli dövlət olub. Saqalardı, qədim Oğuzlardı. Və Azərbaycanda artıq Manna, Midiya, özəlliklə Mad dövləti yarandan sonra və bunların arasında konflikt yaranır. Bu Saqa dövləti başlayır dağılmağa, o dövləti quran tayfa bir növ küsür, gedir quzeyə, quzeydə böyük bir imperiya yaradır. Bunlar həmin tayfadır, qədim Oğuzlardır. Bu, yəni, xalçanın toxunma yerindən danışanda, bax, bu xəritə bizə lazım olacaq. Ona görə mən o xəritəni ekrana gətirdim. Bu xalçanın deməli toxunmuş yeni eyni xalçadır, müxtəlif şəkillərdir. Yeni kopyasıdır, variantıdır. Bu da Türkmənistanda toxuyublar həmin xalçanın kopyasını. Yəni Türkmənlər bizdən daha ağıllı, daha milli, tariximizə, Türk tarixinə daha hörmətlə yanaşdıqları üçün onlar bunu toxuyub muzeydən asıblar. Amma bizdə bu toxunan yeni variant haqqında mən məlumat verəcəm. Elə bu başdan şəkillərini də göstərirəm ki, və bunu toxuyan rəssama, bunu toxutduran bu müəssisənin
sahibinə elə bu başdan təşəkkür eləyirəm. O xalça toxunub hazır olan günü bu çəkilən şəkildir ki, onun xalçanın kəsilən günü deyirlər. O kəsilən günü biz orada iştirak eləmişik. Bu Hafiz Paşayevdir, bu da mənəm. Bu söhbətimdə biraz sanki sıra pozuldu, amma dəxli yoxdur. Mən söhbəti elə aparacağım ki, xalça haqqında təsəvvürümüz geniş olsun. Deməli, bayaq dediyim kimi, bu xalça haqqında elm aləmində məlumat çoxdur. Bu xalça haqqında kitablar yazılıbdır. Amma bu xalça haqqında deməli, ilk Azərbaycanda ilk yazanlardan da biri mən olmuşam. O vaxt 90-cı ildə bir Xəzər jurnalı çıxırdı. Vaqif Cəbrayılzadə onun redaktoru idi. Orada kiçik bir informasiya yazdım, verdim. O dünyanın ən qədim döşəkçəyi haqqında. O şəkli də qoydular ora və bu xalça haqqında da bir balaca məlumat getdi. Amma bu xalça haqqında sonradan yazdığım məqalələr bir neçə yerdə jurnallarda, özdə etibarlı jurnallarda çap olunubdur. İngiliscəsi bilmirəm olub olmayıb, amma rus variantı da bizim akademiyanın elmi şurasının bir jurnalı var, orada çap eləyiblər. Amma Azərbaycanda əgər mən o ilə məşğul oluramsa, mən xalçaşünasını elə baxım, mən bir tarix gözü ilə ona baxıram. Amma bu ilə əsl xalçaşünaslar məşğul olub. Və o xalçaşünasların gəldiyi nəticələr maraqlıdır. Deyək ki, bu xalça haqqında ən avtoritet sayılan bir Alman xalçaşünası var, onun yazısı var. Və o konkret adını qoymur ki, bu xalçanı kim toxuyubdur, amma xalçanın toxunma üsulu haqqında geniş məlumat veribdir. Hətta o xalçanın toxunmasında istifadə olunan o üsulları da geniş izah eləyib ki, mən onların üzərində geniş dayanmayacağım. Amma o alimlə yanaşı iki dənə də ayrı Alman alimləri yazıbdır. Biri xalçaşünasdır, biri sənətşünasdır. Mənə elə gəlir ki, o ikinci, üçüncü alimlər ki var, onların kitablarını ermənilər yazdırıb. Yəni, sifarişlə yazılıb. Niyə? Çünki hər iki mütəxəssis o kitablarında yazırlar ki, bu xalça Qarabağda toxunubdur, 2500 il qabaq, sifarişlə toxunubdur və bunu sifariş veriləndə bir türk xaqanıdır, Altayda. Bu xalça bir nüsxədə toxunub. Niyə? Çünki o xaqan öləndə bunu sifariş veriblər ki, bu xalçanı toxuyun, o yas törənində onun cənazəsinin üzərinə sərmək üçün bu xalça lazımdır. Yəni, bu alimlərin yazdığı budur ki, xalça Qarabağda toxunub. Onu düz yazırlar, mən də onu dəstəkləyirəm, Qarabağda toxunub. Amma bunlar yazırlar ki, bu xalçanı Qarabağ erməniləri toxuyub. Bax, bütün bu məsələnin arxasında deyənən bunun siyasi amacı budur. Nəticə nədir? Avropa xalqlarına sənət dili ilə başa salırlar ki, 2500 il bundan qabaq Qarabağda ermənilər olubdur. Güya həmin ermənilərin də toxuduğu xalça buyurun. Ermitajda asılıbdır. Və məqsəd budur. Mən ona görə bu xalça ilə biraz məşğul oldum. Əvvəla hamımız bilirik ki, 2500 il bundan qabaq Qarabağda erməni olmayıb. Ermənilərin Qarabağa nə vaxt gəlməsi haqqında əksəriyyətinin məlumatı var. Əsas erməni kütləsi ora 150 il bundan qabaq gəlib. Hətta ermənilər özləri Qarabağa gəldiyi tarixi göstərən bir daşla qoymuşdular. Anıt daşı üstündə də yazmışdılar ki, 150 illik
yubilə ilə bağlı, yəni 150 ildir gəlmişik bura. O daşı da qoymuşdular. Düz indi o daşı sındırıblar, itiriblər, amma o daşın şəkilləri durur axı. Ümumiyyətlə, Qafqaza ermənilərin gəlişi xristianlıq dönəmindədir. Bunun da söhbət Qafqaza gedir. Özdə Qafqazın bu şərq tərəfinə yoxa, Göyçə gölünün ətrafına hardasa 2000 il bundan qabaq özdə çox cüzi şəkildə, yəni belə o kənddə, o şəhərdə, bir məhəllədə yaşayan tayfa kimi gəliblər. Məsəl üçün, İrəvan şəhərinin özünə bunlar çox-çox sonra gəliblər. Hətta 17-18-ci illərdə İrəvanda bir kiçik erməni məhəllələri olubdur. Yəni, müəyyən kvartalda gəlib yerləşib yaşayıblar. Olan Qarabağa 2500 il qabaq tarixdə belə bir bəlgə yoxdur. Bəs bunu niyə belə yazırlar ki, bu xalçanı Qarabağ erməniləri toxuyub? O ictimai fikri hazırlamağa. Ki, ay Avropalılar, baxın, bizim belə bir xalçamız da var. İndi o Qarabağı bizə vermirlər. Ona görə müharibə eləyirik. O bizim torpaqdır. Bax, bu abidələrimiz var orada. Bax, bu da xalçamız var orada. İndi mən bunları bildiyim üçün, mən xalçaşünas olmasam da, amma bunlara cavab vermək üçün bu xalça ilə məşğul oldum. Birdən doğrudan da bəlkə bu erməni xalçasıdır. Yəni, bu 2 dənə Alman aliminin bu yazdığı kitablar elə belə yazılmayıb. Hətta Amerikada bir xalçaçılıqla bağlı simpozum keçiriblər. Həmin alimlərdən birinin orada böyük bir məruzat eləyib. Gənə bu xalçanın erməni xalçası olması haqqında. Yəni, məsələ o qədər də sadə məsələ deyil. O bayaq dediyim Kurt Erdmann, ki, Alman alimidir, o obyektiv alimdir, özdə avtoritetdir. Bu xalçanı çözəliyibdir, bax, o toxunma üsulunu da verib. O, sübut eləyir ki, bu, yəni, gördəş üsulu deyirlər, bu ilmikli xalçaların toxunma üsuludur. Bizdə ona güllabı üsulu da deyirlər. Amma Mortman onun, yəni, o qədimdə toxunduğu üçün buna Nopben adı verir, təxminən üst-üstə düşür. Və onu necə toxuyublar, o haqda yazıbdır. Daha mən onun üzərində geniş dəyinmək istəmirəm. Amma o dediyim, o birisi alimlər ki var, indi adları qabağıma çıxanda mən onların adlarını da çəkəcəm. Elə bu başdan adlarını tapım, oxuyum sizə. Deməli, Volkmar Ganstorm. Biri budur. 1990-cı ildə Xristian Şərq xalısı adlı kitabı yazıbdır. 90-cı ildə çap eləyib. İkincisi də indi adı rastıma gəlsə, adını sadəcə mən xatırlamıram. İkincisi də təxminən o deyənləri təkrar eləyir və bunun erməni xalçası olması haqqında ağzına gələni yazır. Ulrich Schürmann. Pazırıq mənşəyi və yozumu. Bu adda kitab yazıbdır Schürmann bəy. Çox güman ki, ermənilərin sifarişi ilə yazıb. Amma onu da deyim ki, Almaniyada bir soydaşımız, Anadolu Türkü, Almaniyada mən onu tanımıram. Bu kitabları oxuyandan sonra onun qeyrəti dözməyib. Götürüb bunlara cavab olaraq bir kitab yazıb. Bu adam xalçaşünasdır. Həm də görünür